videoda inşallah Allahı kim görüb şübhəsinə cavab verəcəyik. Bu dünyada insan Allahı qəlb gözü ilə, yəni qəlbinin bəsirəti ilə görür. Fəssilə surəsinin 53-cü ayəsində Allah Subhanahu taala deyir: "Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik." Məsəl üçün, yaxşı ilə pis əməlin fərqini görmək Allahın əlamətlərindən biridir. Yəni zalimə bədbəxtlik, yaxşılıq edən isə xoşbəxtlik verir Allah Subhanahu taala. Və bu səbəb və nəticə sistemini inkar etmək mümkün deyil, çünki biz gündəlik gözümüzlə bunu görürük. Yəni yaxşı və pis əməllərin nəticələrinin fərqini bu dünyada bizə açıq-aydın göstərən Allah Subhanahu taala'nın varlığına və axirətdə isə ədalətinə necə şübhə etmək olar? Yəni hər birimiz bunun şahidiyik. Bunu görməyənə isə Allah Subhanahu taala 22-ci surənin 46-cı ayəsində çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kör olur deyir. Allah bizi qəlb körlüğündən qorusun.